Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ey əziz müsəlmanlar! Bizə nə olub? Niyə bir-birimizə qarşı mərhəmətli davranmırıq? Deyəsən kimin ümməti olduğumuzu unutmuşuq. Məyər biz aləmlərə rəhmət olaraq göndərilən Muhammed sallallahu aleyhi və səlləm ümməti deyilikmi? Əgər biz onun ümmətiyiksə, necə olur ki, bir-birimizə qarşı bu qədər sərt və soyuq davranırıq? Necə olur ki, qardaşımız haqqında xoşagəlməz sözləri rahatlıqla danışırıq? Ey Allaha iman gətirən qullar! Allahdan qorxun, haqq hesab olunacağınız günü xatırlayın, öləcəyiniz günü xatırlayın. Ölüm mələyi canımızı almağa gəldiyi zaman biraz gözlə deməyə gücümüz çatmayacaq. Allahın izni ilə sənin də sonun torpaq olacaq, mənim də sonum torpaq olacaq. Belə olduğu halda kim kimdən üstün ola bilər? Üstünlük yalnız təqvadadır. Bu rəhmət Peyğəmbərinin bizə öyrətdiyi həqiqətdir. Qurana iman gətirən bir insan Allahın möminlər qardaşdır buyurduğunu oxumayıbmı? Əgər oxuyubsa, bəs necə olur ki, qardaşına qarşı qəlbində kin saxlayır? Qardaşının əqidəsi xoşuna gəlmədimi? Onun yanlış yolda olduğunu düşünürsənmi? Bəs hansınız onu qarşısına oturdub hikmətlə başa salmağa çalışdı? Hansınız elmli şəkildə dəlillərlə ona haqqı izah etdi? Birinə xəvaric, birinə mürciyə deməklə məsələ həll olunmur. Sanki sən təqva sahibisən, biz isə böyük günahların içində boğulan fasiqlərik. Sanki sən tərtəmiz birisən, biz isə günah bataqlığında batmışıq. Ey qardaşım, öz nəfsinə baxdınmı? Öz qəlbini hesaba çəkdinmi? Bəlkə gecənin bir vaxtı gizlində etdiyin bir günah səni Allah qatında qardaşından daha aşağı vəziyyətə salıb, amma sən fərqində deyilsən. Bəlkə sən qardaşının eybini axtararkən, onun xəta və günahlarını dilinə gətirərkən, öz nəfsindəki eyblərini unuttun. Bəlkə fərqinə varmadan qəlbinə təkəbbür yerləşdi və özünü haqq üzərində, başqalarını isə naqis görməyə başladın. Unutma ki, günahkar müsəlman yenə də müsəlmandır. Günahı səbəbilə ona nəsihət edilir, dua edilir, əlindən tutulur, ona düşmən kimi baxılmaz. Çünki bugün bir günah içində olan qardaşını Allah sabah səndən daha salih edə bilər. Sən isə öz əməlinə güvənib həlakə yaxınlaşa bilərsən. Biz kimiyik ki, Allahın qullarına yuxarıdan aşağı baxaq? Biz kimiyik ki, özümüzü xilas olmuşlardan hesab edək? Məyər Muhammed sallallahu aleyhi və səlləm bizə təvazökarlığı, mərhəməti və nəsihəti öyrətmədimi? Əgər qardaşında xəta görürsənsə, onu alçaltma, əlindən tut, ona dua et, gözəl sözlə yaxınlaş. Çünki müsəlman, müsəlmanın düşməni deyil, əksinə onun dayağıdır. Bir-birimizin aybını örtmək varkən, niyə bir-birimizi insanların yanında gözdən salmağa çalışırıq? Qorxaq o gündən ki, özümüzü salih zənn etdiyimiz halda Allah qatında əliboş çıxaq. Və qorxaq o gündən ki, kiçik zəif fasik gördüyümüz bir qardaşımız Allah qatında bizdən daha üstün olsun. Allah qəlblərimizi islah etsin, bizi bir-birimizə qarşı mərhəmətli etsin və haqqı haqq olaraq göstərib ona tabe olan qullarından etsin. Amin.